Herkese salam, gününüz uğurlu olsun. Bir stəkan qatığınız varsa bu keksi mütləq sınamalısınız. İndi keçək hazırlanmasına. Qaba 3 yumurta, 1 stəkan şəkər tozu əlavə edib ağarana qədər qarışdırırım. Sonra qarışıma 1 stəkan duru yağ, 1 stəkan qatıq, 1 kabartma, 1 vanil, 1 stəkan kişmiş əlavə edib qarışdırın. Və 2 stəkan un əlavə edib mikser yox, qaşıq vasitəsilə qarışdırırım. Qabı yaxşı yağlayıram. Qarışımı keks qəlibinə əlavə edib 180 dərəcədə bişməyə qoyuram. Və keksimiz hazırdır, yumuşaq, ətirli keksimiz alındı. Üzərinə zövqə görə şəkər pudrası da əlavə etmək olar. Videomu bəyəndiysəz kanala abunə olmağı, bəyənməyi və şərhlərdə öz fikirlərinizi yazmağı unutmayın. Sağ olun, salamat qalın.